Bəzi qarışıq suallar var ki, bunları sizinlə paylaşmaq istədim. Əslində çox sadə suallardır. Yəni coğrafiyanın ən sadə bölmələri sayıla bilərlər. Sadəcə o qədər içərisində düstur var ki və onu əyani olaraq təsəvvür eləmək biraz çətin olduğuna görə şagirdlərin, yəni abituriyentlərin ən çox səhv elədiyi mövzulardandır bu mövzular. Bir ikisinə baxaq sizinlə bir yerdə. Deməli, ilk sualımız belədir. Deyək ki, klimatoqram iqlim diaqramı deməkdir. İyul ayında orta temperatur -6, yanvarda isə -22 dərəcə göstərilib. Ümumiyyətlə bizim vərdiş olduğumuz bu deyil. Yəni iyulda ən azından iyul yanvardan soyuq olmaz. Artıq bu çevrilməni gördüksə, biz artıq bilməliyik ki, yarımkürəmiz məlumdur. Cənub yarımkürəsi bizə aid deyil. Biz şimalda belə bir şey görmürük. Belə. Və növbəti olaraq deyir ki, yağıntıların 80% may-avqust aylarında düşür. Artıq biz cənub olduğunu bilirik. Və bizim cənubumuz varsa, mayın, avqustun qış ayı olduğunu bilməliyik. Çünki cənub yarımkürəsində may və avqust əsasən qış aylardır bizdən fərqli olaraq. Deməli, yağıntılar qışda düşür. Bu hansı tipin idi? Aralıq dəniz tipinin. Deməli, cavabımız cənub yarımkürəsi və Aralıq dənizi olar. Keçək növbəti suala. Növbəti sualda deyir ki, 22 dekabr tarixində 40 dərəcə şimal enliyi dərəcəsində yerləşən Bakı şəhərində günəşin maksimum düşmə bucağını hesablayın. Çox sadədir. Düzdür, çox rəqəm kimi görünür gözümüzə, amma çox sadədir. Sadəcə düsturu gözümüzün qabağına gətir. Düşmə bucağımız bərabərdir 90 dərəcə çıx bizə verilən enlik, yəni 40 dərəcə üzərinə gəlinsin 22 dekabr nəzərə alaraq 23,5 dərəcə və cavabımız olur 26,5 dərəcə. Növbəti sual miqyasdır. 1 bölünsün 5 milyon miqyası. Mən artıq böyük rəqəm gördüm, nə etməliyəm? 5 sıfırımı silməliyəm. Sildim, nə qaldı? 1 santimetrdə 50 kilometr. Deməli, nə ediblər? 1 santimetrə 50 kilometrlik məsafəni yerləşdiriblər. Və bizə deyir ki, bu xəritədə sahəsi 4 kvadrat santimetr olan gölün həqiqi sahəsini tap. Bizim düsturumuz var idi yenə də. Düsturumuz nə deyirdi? Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratına. Qoyaq yerlərinə. Hər birin qoyaq yerlərinə. Yəni, həqiqi sahə bərabərdir. 4 kvadratdır zaten. Vurulsun. 50'nin kvadratı neçə? 250. Bərabər nə? 10.000 kvadrat kilometr. Cavabımız B variantı. Növbəti sualımız yerli vaxtla əlaqəlidir. A məntəqəsində saat 14:00-da. Avtomatik nə edirəm? Koordinat çəkirəm. Bura 14:00 olduğunu qeyd eləyirəm. Məndən 60 dərəcə şərqi götürüblər. Deməli 60 dərəcə şərqdirsə 1 saatımız 15 dərəcədirsə 60 dərəcəmiz neçə olur? 4 saat. Yəni 4 saatlıq bir fərq var. Amma necə fərq? Nəzərə alırıq ki, şərqdədir. Əgər şərqə doğru gedirsə, deməli artıq onlar bizdən qabaqdadılar, öndədirlər. Yəni bizdə 14-dürsə artıq onlar 4 saat bizdən qabağadır. 14 üstəgəl 4, cavab neçə? 18:00. Növbəti sual, baxaq. Dağın ətəyində, artıq dağ deyir, dağ dediksə dağ çəkməliyik. Dağın ətəyində 0 metr, yəni dəniz səviyyəsindədir. Temperatur müsbət 20 dərəcədir. Zirvədə -4 dərəcəlik bir temperaturumuz var. Belə temperaturdursa, aradakı temperatur fərqini tapırıq. Yəni 24 dərəcəlik bir fərqimiz var. Əgər 1000 metrdə 6 dərəcəlik fərq olursa, 24 dərəcə 4000 metrlik bir fərqdir. Və ətəyimiz 0 metr olduğuna görə bizim o tapdığımız 4000 metr həm də aradakı hündürlükdür, yəni dağın hündürlüyüdür. Növbəti suala baxaq, deyir, dənizin səviyyəsindən başlayan relyef sxemində 4-cü horizontalın mütləq hündürlüyü 600 metrdir. Çəkək. Dəniz səviyyəsindən başlayan relyef sxemi. Okay, bu 0 metrlik 1, 2, 3 və 4. Dördüncümüz nədir?
600 metrdədir. Aşağıdakı, yəni kənardakı nədir? 0 metrdədir. Mütləq hündürlüyümüzü bilirik və kəsmə yüksəkliyi tapmalıyıq. Enimiz neçədir burada? Yəni horizontalın sayı 4 horizontal var. Əgər 4 ümumi horizontalımız varsa, üstəlik də hündürlüyümüz, mütləq hündürlüyümüz 600 metrdirsə, 600-ü bölürük 4-ə, tapırıq ki, ortada nə qədərdir? 150 metrlik bir kəsmə yüksəkliyimiz var. Növbəti sualımız təzyiq sualıdır. A məntəqəsində atmosfer təzyiqi 740 mm civə sütunu, B məntəqəsində 620 mm civə sütunudur. İlk eləməli olduğumuz şey bunların fərqini tapmaqdır. 740 çıx 620. Cavabımız 120 mm-dir. Və bizim belə bir düsturumuz var idi. 100 metrdə 10 millimetr, 1000 metrdə 100 millimetr və bizim millimetrimiz buna oxşayır. Deməli, yanına bir sıfır da əlavə edib metrini tapırıq. Yəni, 1200 metr qəbul edirik. Növbəti sual düşməyə aid. Düşmənin öz düsturu var, çayın orta meyilliyinin öz düsturu var. Düşməni yadımıza salaq. Düşmə o idi ki, çayın mənbəyinin hündürlüyü çıxılsın, çayın mənsəbinin hündürlüyü. Okey. Və bizdən artıq çayın orta meyilliyini istəyir. Burada nə edirik? Qayda. Yəni, düşmə bölünsün uzunluq bərabərdir meyilliliyə. Qoyuruq yerinə 1500 bölünsün 500 bərabərdir 3-ə. Və bunu da qeyd edeyim ki, bu qədər böyük olması, yəni hər kilometrdə 3 metr düşmənin olması artıq çayın dağ çayı olduğuna dəlalət verir. Növbəti sualımız məsələ deyil. Məntəqədə il boyu hava enən hərəkətlidir. Yayda tropik, qışda mülayim hava kütlələri hakimdir. Bu hansı iqlim qurşağıdır? Artıq biz bilirik ki, bu iqlim qurşağının yeganə hava kütləsi yoxdur. Bir neçə hava kütləsi, yəni 2 hava kütləsi var. Bu artıq bizə göstərir ki, cavabımız sublardan biridir. Və tropiklə mülayimin arasında olduğunu bildirir. Tropiklə mülayimin arasında biz subtropikin olduğunu avtomatik olaraq bilməliyik. Və sonuncu 10-cu sual. Ekvatorda yerləşən iki meridian arasındakı məsafə dərəcə ilə 5 dərəcə. Bu məsafə neçə kilometrdir? Ekvatorda yerləşən 1 dərəcəlik qövsün uzunluğunun 111,1 kilometr olduğunu əzbər bilməliyik və 5 dərəcənin artıq neçəyə? 111,1 vurulsun 5, 555,5 kilometr olduğunu bilməliyik. Cavabımız D variantı. Düzdür, çox sadə görünsələr belə həqiqətən bəzən deyirik, sadə olsa da üstündən tez keçdik, ən böyük səhvimiz o oldu. Buna görə də sadə məsələləri sadə deyib keçmək lazım deyil. Diqqətli olmaq, düsturları doğru şəkildə tətbiq etməyi bacarmaq lazımdır.